Hello, lovely student. Welcome to your new lesson. I am Naila from Jalana Azerbaijani. I am so excited and happy that you are completing this task. And today's lesson will be about friends and friendship in Azerbaijani. You will learn some words which are related to this topic. So guys, let's start with your first word. And this is a sentence, like a phrase. And this is I trust you. I trust you. In Azerbaijani it is mən sənə güvənirəm. Mən sənə güvənirəm. Güvənmək means trust. Trust, güvənmək. Mən sənə güvənirəm. You have closer friends, you say that I trust you. Mən sənə güvənirəm. Mən sənə güvənirəm. Next word is secret. Secret in Azerbaijani means sir. Sir. S-I-R-R. But you pronounce one R. Sir. Sir. For example, this is a secret. You say bu sirdir. Bu sirdir. Next word. To laugh. To laugh means gülmek. Gülmek. For example, let's laugh. You say gelin gülek. Gelin gülek. Gülek. Gülmek. 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 Next word, conversation or chat. In Azerbaijani, it is söhbət. 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 Söhbət etmək. Söhbət etmək means having conversation. Söhbət etmək. For example, let's have chat. You say, gelin söhbət edək. Gelin söhbət edək. Gelin söhbət edək. Söhbət. Söhbət. Next word, to forgive. To forgive. Bağışlamaq. For example, I forgive you. You say, səni bağışlayıram. You forgive and hug. Səni bağışlayıram. Səni bağışlayıram. Bağışlayıram and bağışlayıram. Both of them is acceptable. Səni bağışlayıram. Next word, sincere. Sincere. Sincere in Azerbaijani means samimi. Samimi. I like this word pronouncing. Samimi. 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 For example, we are sincere friends. You say, biz samimi dostuq. Biz samimi dostuq. Samimi dost. By the way, friend in Azerbaijan means dost. Dost. For example, my friend, you say, mənim dostum. Mənim dostum. Or, my sincere friend, mənim səmimi dostum. Mənim səmimi dostum. Səmimi. Another word, to have fun. To have fun. We say, əylənmək. 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 Eğlenmek. For example, let's have fun. You say, gelin eğlenek. Gelin eğlenek. Eğlenmek. 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 Gelin eğlenek. Gelin eğlenek. Next one is to invite. To invite or invite in Azerbaijani davet etmek. Davet etmek. Davet etmek. Davet etmek. For example, I invite you. You say, mən səni davet edirəm. Mən səni davet edirəm. Or I invite you to my house. You say, mən səni evimə davet edirəm. Mən səni evimə davet edirəm. Mən səni evimə davet edirəm. Great. And another one, visitor or guest. Visitor or guest. You say, qonaq. Qonaq. Written like qonaq, pronounced like qonaq. Qonaq. For example, my guest, you say, mənim qonağım. Mənim qonağım. Qonaq. 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 And another word, to meet. To meet in Azerbaijan means tanış olmaq. Tanış olmaq. For example, nice to meet you. You say, səninlə tanış olduğuma şadam.
In the cunning pack, in beginner packs, you will learn the phrases about the friendship. But in this lesson, you will just learn meet, meet, tanış olmak, tanış olmak. For example, meet with my friend. You say, dostumla tanış ol. Benim dostumla tanış ol. Benim dostumla tanış ol. Guys, this was the last word, and thank you so much for listening to me. See you tomorrow. Bye bye.